Mənzurə Musayeva. Mənzurə xanım bir verilişdə gördüm. Bunu təbii ki, sosial şəbəkədə paylaşmışdılar. İbrahim Tatlısesdən sual verdilər. Ümumiyyətlə belə aparıcı dedi ki, Mənzurə Musayeva, yəni türk sanatçılarından kimlə duet oxumaq istəyərdi? O da deyir ki, mən istəyərdim rəhmətlik İbrahim Tatlıseslə. Hamı şok yaşadı. Və heyrətlə belə dönüb baxıb deyir ki, məgər İbrahim Tatlıses ölməyib, rəhmətə getməyib. Mənzurə xanım, həkim dünyasını dəyişsə, buna bir deyə bilər ki, Mənzurə xanım bilmir. Hansısa şair, şairə dünyasını dəyişsin, deyər ki, bilməyə bilərsiniz. Hansısa digər də aparıcı, belə aparıcılardan da hansısa dünyasını dəyişsə, siz xəbərdar olmaya bilərsiniz. Amma dünya şöhrətli İbrahim Tatlısesi kişi sağ-basaqdır. Kişi evlənmək istəyir. Cavan bir qıza gözü düşüb. Siz nə danışırsınız? Ay Mənzurə xanım, hələ ürəyindən keçib ki, Azərbaycanlı bir xanımla, gözəl bir xanımla evlənsin, ondan xoşu gəlir, ona simpatiyası var, ona sevgisi var, hörməti, sayğısı var. Siz deyirsiniz ki, o yazmışdılar da, o dedilər ki, İbrahim Tatlıses ölüb. Özə bir ciddi. Ay Mənzurə xanım, siz niyə beləsiz ki? Biraz ciddi olun da, özə gülə-gülə deyirsə, belə deyiblər də. Mənzurə xanım, biraz sayğılı olun. İbrahim Tatlıses sıradan birisi deyir ki, siz deyirsiniz ki, o ölüb də. Biraz diqqətli olun. Məndən sizə Sara Səfra Bahadurdan tövsiyə. Diqqətli olun hər şeyə qarşı.